Baxın, belə bir hala evimiz satışa çıxıb. 3 sotda 4 otaqlı evdir. 14 daş kürsü üzərində inşa olunub. Yeni Bakı yaşayış kompleksinin arxa hissəsindədir. Tezbozlar sizin üçün təqdimat edəcəm. Paket kupçalı evdir, dövlət ipotekasına yararlıdır. Trap döşənilib, kanalizasiya, mərkəz kanalizasiya sistemidir. Evin çöl görünüşü bu qaydadadır. Bu hissələr yaşıllıq üçün nəzərdə tutulub. Görürsüz, palma ağacları, həmişəşil ağaclar əkilib. Qaytanı sahədə sanitar qovşaq düzəldilib. Əlavə aksesor və avadanlığa ehtiyac var sadəcə. Qeyd etdiyim kimi 14 daş kürsü üzərində inşa olunub. Evin 50 metrliyində marşrut xətti hərəkət etməkdədir. Masazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksinin arxa hissəsindədir bu ərazidə. Deməli, ən ucuz evlərdən biridir demək olar ki, dəyərli dostlar. Kabançıq daşlarla üzlənib, belə bir daşlarla üzlənib evin fasadı. Yüksək keyfiyyətlə inşa olunub. Podval hissəsində mən sizə tezbozda tanış edeyim. Atmalar bir daşdan biri atılıb, görürsünüz 38-40 cm-dən biri atılıb. Bu hissə koridor hissədir ki, betonlanıb. Bu da mətbəx hissəsinin alt hissəsi və digər hissələrə keçid. Kombi aparatının yeri burada nəzərdə tutulub. 60-60 karkas beton fundament üzərində inşa olunub. 4 bir tərəfdən cüt kubiklə inşa olunub və ümumi mərtəbənin yekununda ara divarlar daxil olmaqla beton kəmər atılıb. Həyətən sahəyə bir daha baxaq və keçə evin gözəl təmiri ilə sizləri tanış edeyim. Deməli, evin sağına və arxasından keçid etmək mümkündür dəyərli dostlar. 80 cm sağ tərəfdə, evin solunda, arxa hissəsində isə 1 metrlik məsafə gözlənilib. İstipol xətləri buradadır, kollektor sistemi. Dəhliz isə bu qaydadadır. Sağ mətbəx, sol zal hissədir. Yəni zal hissə ilə davam edək. Evin tavan hissəsində izolyasiya işləri həyata keçirilib. İstiyə və soğuğa qarşı geniş bir zal hissə mövcuddur. Daha sonra buradan mən sizə otaqlarla tanış edeyim. Belə bir yataq otaq, bayaq qeyd etdiyim kimi pəncərələr evin müsaitin hissəsinə baxır. Burası sanuzeldir. Üç kabinet üçün də yer ayrılıb. Bura növbəti yataq otağı. Yeni Bakı yaşayış kompleksi Masazının ən elit yaşayış kompleksidir. Rus bölməli, Azərbaycan bölməli məktəblər yerləşməkdədir. Evin 50 metrliyində marşrut xətti hərəkət etməkdədir. Buradan Bakı-Sumqayıt yoluna Vaz dairəsinə də çıxış etmək 1 dəqiqəlik bir məsafədir. Evin qiyməti başlanğıc olaraq 149.000 manatdan alıcılara endirim olunacaq. Əlaqə saxlamağı unutmayın dəyərli dostlar. Əlaqə nömrəsi 077 744 36 33. Sağ olun, hələlik.